Temu'dan Amerika üçün aldıqlarımı bir yerdə açım. Belə bir telefon qabı və onu yapışdırmaq üçün belə rəngli bir neçə yapışqan. Qaşları sabitləmək üçün belə bir gel və fırçası. Bilirsiniz də, xaricdə bizdəki qaş ustalarından tapmaq mümkün olmur. İnsanlar ən çox ondan şikayətlənir. Ona görə qaşları almaq üçün belə bir alət almışam. Bu alt hissələrini düzəldir. Bunu yoxlayacağım, bilmirəm necə işləyir. Qaşdan davam edirik yenə. Qaş düzəltmək üçün belə ucunda fırçası olan qayçı, kəsmək üçün balaca bir rezvalı alətlərdən 2 ölçüdə. Bunlar oy, aça bilmirəm. Necə açılır olur? Saça yığmaq üçündür. Belə və sonra belə keçir. Necə tuturum saçı bilmirəm. Belə. Necə görünür ondan bilmirəm. Əsas məsələ budur. Bu bir dikiş dəstidir. İçində demək olar ki, ehtiyac ola biləcək və ola bilməyəcək hər şey var. Düymələr belə var. Belə düymələr, rəngli düymələr, iynə, lupa nə yox. Bütün rənglərdə saplar, belə toplu iynələr də var. Yəni bu tələbə olaraq mənim işimi tam görəcək. Bunlar belə balaca ramaşkalardır. Paltarlarımız böyük qalanda, xüsusilə şalvarlar. Bunu arxası belə iynəlidir, taxıb sonra buradan birləşdirirsən. Mən kilo alıb verdiyim üçün xüsusilə şalvarlarımı tez-tez dəyişməli oluram. Bundan istifadə edəcəm. Bunlar eyeliner stampləridir. Belə möhür kimi bir dəfəlik liner vurur. İndi bunu da yoxlayacağım. Bu vura bilmədim. Çox bərk sıxmaq lazımdır gözə, ona görə bizimlə deyilsin. Bu telefonun üstü üçün işıqdır. Əslində bunu əvvəl axşam işıqla çəksəm daha yaxşı olarmış, amma ki, o işləyir. İndi yoxlayacağım, görək görünüşdə sarı işıqda. Görünüşdə görə nə fərq edəcək. O necə eləyirik? Belə. Öz telefonu necəsə? Belə olması məntiqsiz oldu. İndi daha qaranlıq görünürəm, normal işıqla. İndi yandırıram. Bu ağ işıqla. Sarı çox qəşəngdir. Bu sarı işıqla. Bu da ağ-sarı qarışıq. Və orijinal belə.